Demək uşaqlar, mən sizə demişdim ki, kvadratik funksiyaları keçəndə kvadrat bərabərsizliklərin onlarla əlaqəsindən danışmışdım, düzdür? Bugün mən sizə kvadrat bərabərsizliklərdən danışacağım. Y bərabərdir. Bərabər yazmaya uşaqlar, bunlardan yetəri qədər danışmış. Ax kvadratı üzərinə gəlsin, bx üzərinə gəlsin, c böyükdür 0. Ax kvadratı üzərinə gəlsin, bx üzərinə gəlsin, c böyükdür, bərabərdir 0. Ax kvadratı üzərinə gəlsin, bx üzərinə gəlsin, c kiçikdir 0. Ax kvadratı üzərinə gəlsin, bx üzərinə gəlsin, c kiçikdir, bərabərdir 0. Yarana bilən bütün halları yazdı uşaqlar. Böyükdür 0, böyük bərabər 0. Kiçikdir 0, kiçik bərabər 0. Düzdür? Gəlin ilk olaraq kvadratik funksiyaların ümumi necə ola biləcəyini, qrafiklərin ümumi necə ola biləcəklərindən danışaq, sonra bərabərsizliklə əlaqələndirək onu. Hər hansı bir kvadratik funksiya verilərsə bizə, belə deyək də, y bərabərdir ax kvadratı üzərinə gəlsin, bx üzərinə gəlsin, c. Bu funksiyanın qrafikini hansı vəziyyətdə olacağını təyin edən a-dır, bir də d-dir. A nəyə xidmət edir uşaqlar? X-in qiymətinə. Biraz da fikirləşək, biraz da. Funksiyanın özünün quruluşunda nəyə xidmət edir? Qolların yuxarı və ya aşağı olmasına xidmət edir, düzdür? Mənfi isə qollar aşağı olacaq, müsbət isə qollar yuxarı olacaq. Yaxşı, gəlin kvadrat tənliyi yadımıza salaq. Kvadrat tənliklərdə diskriminant sıfırdan kiçik olanda nə olurdu? Onun bir dənə Fikirləşək. Diskriminant sıfırdan kiçikdir. Sən onun modunun altına, kökün altına sala bilərsən, mənfi ədədir. Sən oradan kök ala bilərsən, ala bilməzsən. Demək ki, diskriminant sıfırdan kiçik olanda kvadrat tənliyi nə olur? Həlli olmur, düzdür? Necə həlli olmur? Yaxşı, burada əslində demişdim bu sözü sizə. Görün, bilə bilirsiniz. Kvadrat tənliyin həlli olmur deyək, yoxsa həqiqi həlli olmur, bəli. Yəni, həqiqi ədədin kvadratı mənfi ola bilməz, elə deyil? O sarıdan. Yaxşı, əgər diskriminant sıfırdan kiçikdirsə, demək ki, bunun kökü yoxdur. İndi baxaq görə, kökün olması nə deməkdir? Yəni, bu kvadratik funksiyanın qrafikinin, bura x, bura y yazsaq, x oxu ilə təmasıdır da, elə deyil? Ya toxunması, ya kəsməsi. Köklər nədir? Bunu sıfıra çevirən qiymətlərdir. Elə deyil? Məsələn, bu qrafik bu formada da ola bilər. toxunur. Toxunan zaman nə baş verir? Kvadrat tənlik. Qrafik toxunur. Kvadrat tənliyin bir kökü var. Düzdür? Yaxşı. Heç toxunmur. Yuxarıdan gedir. Heç toxunmur. Aşağıdan gedir. Düzdür? Yəni, bunlar dəyişə bilər. İnşallah, standart belə deyil. Buradadır təpə nöqtəsi. Təpə nöqtə. X oxundan yuxarı istənilən yerdə ola bilər. Başa düşdünüz? Burada da x oxundan aşağı istənilən yerdə ola bilər. Yaxşı. Biz təmasları bildik, təmas etməməsini də bildik. Bunun təmas etməməsi üçün diskriminant nə olmalıdır? Sıfırdan böyük. Böyük yoxsa təmas eləmir, kök yoxdur. Kiçikdir. Düzdür? Bunun toxunması üçün diskriminant nə olmalıdır? D bərabərdir 0. Yəni, yeganə kökü və yaxud iki bərabər kökü olmalıdır, düzdür? Yaxşı, diskriminant sıfırdan bu hal üçün deyildi da, diskriminant sıfırdan kiçikdir. İndi burada A-lar fərqlənir. Burada sıfıra bərabər, buradan sıfırdan kiçik və bu hal diskriminantın sıfırdan böyük halıdır ki, bir burada kəsir, bir də burada kəsir. Belə deyil, iki kökü var. Yaxşı, köklər məsələsindən ayrıldıq artıq. İndi gəlin bunlara bərabərsizliklər kimi yanaşaq. Birinci halda mən araşdırıram nəyi? Birinci yazdığımı. Yazıram burada.
ax kvadratı üzerine gelsin bx üzerine gelsin c büyüktür 0. Düzdür? Burada şərtlər necədir? Birinci hal. Belə yazıram. Diskriminant özü sıfırdan böyükdür. Düzdür? Diskriminant özü sıfırdan böyükdür. A ise sıfırdan kiçikdir. Burada ne baş verəcək? Qollar aşağı olacaq. Qollar aşağı olacaq. Düzdür? Bunun diskriminant sıfırdan böyüksə bunun hər hansı bir kökü var. A sıfırdan kiçiksə qollar aşağıdır. Yəni bunu belə tənzimləyə bilərik. Bu qrafiki sxematik olaraq belə çəkə bilərik. Düzdür? Bizdən hansı həllər tələb olunur? Böyük həllər. Böyükdür həllər. Düzdür? Bəli. Bu kvadratik funksiyanın x oxundan yuxarıda qaldığı belə deyək də qiymətlər x-in hansı qiymətləri aralığındadır? x1, x2 aralığında. Bəli. Yəni burada funksiyanın qrafiki x oxundan yuxarıdadır. Yəni funksiyanın grafikinin x oxundan yuxarıda olması nə deməkdir? Y-in qiymətləri var. Y-in qiymətləri. Fikir verə bilirsiniz? Y-in qiymətləri sıfırdan böyükdür. Görürsünüzmü? Bizdən də məhz bunu istəyib. Yəni bu yekunda bunun qiyməti funksiyanın qiymətidir, elə deyil. Y bərabərlik ax kvadrat üstə gəlsin, bx üstə gəlsin, c funksiyasının qiymətidir. Yaxşı. Burada artıq bu halda bizdən tələb olunan bu bərabərsizliyin həlli olacaq x1, x2 amma qapalı interval deyil ha, parça deyil. Köklər daxil deyil. Yəni burada sən belə bir şey edəcəksən. Boş nöqtələrdir, düzdür? İndi eynisinin dolu nöqtələrində təhlil edək. A x kvadratı üstə gəlsin b x kvadrat x üzərinə gəlsin c böyükdür bərabərsə. Burada nətər olacaq? O nöqtələr Bəli, sadəcə qapadacaqsan, parça olacaq. Sərhəd nöqtələrinin özü, sıfırlar özü daxil olacaq, düzdür? Bu haldan qutardıq. Diskriminant sıfırdan böyükdür. Fikir verirsiniz? A sıfırdan kiçikdir. İndi Şəmistan. Bunu dəyişək. Yazaq belə. İkinci hal. Bax, bunun özü də birinci və ikinciyə bölündü. Bu sualın özü birinci və ikinciyə bölündü. Burada bir yazsam, burada 2 olacaq. Yəni bir böyükdürlər, bir böyük bərabərlər. Düzdür? İndi ikinci hal yazıram. İkinci halda nə yazaq? Diskriminant. Yaxşı, siz deyərsiniz, mən yazacağım. Əslində mən burada diskriminantı sıfırdan böyük saxlamaq istəyirdim. Diskriminant da böyükdür, A da böyükdür sıfırdan. Yazaq onu da yazaq. Sonra sən dediyində yazaq. Diskriminant da sıfırdan böyükdür, A da sıfırdan böyükdür, düzdür? Qollar yuxarı. O zaman sənin funksiyan özü necə aparacaq? Bax belə. Burada çəkin. Diskriminant sıfırdan böyüksə 2 kök var. 2 kök varsa hökmən 2 yerdən kəsdir bunu. Düzdür? Və qollar yuxarıda. Səndən tələb olunan nədir? Tələb olunan biz ikinci hal üçün gəl bərabərsizliyi belə yazaq. A x kvadratı üzərinə gəlsin, b x üzərinə gəlsin, c. Burada böyükdür 0. Hələ böyükləri tədqiq edirik. Baxın. Böyük, böyük bərabər, böyük, düzdür? Bir nizam olsun, kiçikləri sonra tədqiq edək. Burada nə edirik? Dostlar, bizdən tələb olunursa böyükdür həllər. Funksiyanın qrafiki hardan hara böyükdür 0 olduğunu araşdıralım. Bura x1 yazaq, bura x2 yazaq. Əziz dostlar, bura bax, mənfi sonsuzluqdan buraya qədər, x1'ə qədər qrafikəyə bir bax, yuxarıdan ta sonsuzluqdan azala gəlib, amma həmişə müsbətdir. Düzdür? Müsbət. Burada sıfırdır, bizdən tələb olunmur. Bax, burada böyükdür, ciddi böyükdür yazılır. Bura fikir verin x2. x2 nədir?
yenə bunun sıfırıdır, amma almır. Burada artıq funksiya özünü necə aparır? Y oxundan aşağı düşür qrafik, düzdür? Başda x oxundan. X oxundan aşağı düşürsə y mənfi qiymətlər alır. O zaman burada mənfi yazacaq və bu tərəfdə də müsbət. Bizdən tələb olunan nə idi? Sual tələb edirdi ki, bizdən nə olsun? Sıfırdan böyük olsun, düzdür? O zaman biz yazırıq bunun həlləri. Sonsuzdan x1-ə kimi birləşir x2-dən müsbət sonsuzluğa kimi. Ay, sağ ol. Sadəcə olaraq həmin aralığı istisna edirsən, ora ola bilməz. Mümkün deyil ora. Tamam? Yaxşı dostlar, indi burada belə bir şey olarsa, ya bunu belə yazaq. A x kvadratı, oradan zəhmət olmasa baxarsan, gün düşür, bura görünürmü? Hər yer. A x kvadratı üzərinə gəlsin, B x üzərinə gəlsin, C böyükdür, bərabərdir, normaldır. Böyükdür, bərabərdir, sağ. Bunun həllərində nəyi fərqləndirərik? x1-lə şey götürərik, x1-lə x2-ləri. Ay, sağ ol. Mənfi sonsuzluq. Yəni x1 qorxma, qorxma. Yarım interval artıq qapanacaq, düzdür? Birləşir. x2-dən müsbət sonsuzluğa. x2 müsbət sonsuzluq. Şəmsə sənə də reklam eləyək, 94 toplayan adamsın, nədən qorxursan? Ha, qorxma. Yaxşı. Biz nəyə baxdıq uşaqlar? Diskriminant sıfırdan böyük, hələ ki diskriminant sıfırdan böyük, A-nın sıfırdan böyük və A-nın sıfırdan kiçik halları bərabərsizliklərin böyük bərabər, böyük bərabər hallarına baxdıq. İndi nə edəcək? Burada elə bu şəklin altında istəyirəm yazam. Burada nə yazmışdım ki? A x kvadratı üstə gəlsin, B üstə gəlsin, C böyükdür sıfır, düzdür? Eyni bu şərt daxilində diskriminant sıfırdan böyükdür, A sıfırdan kiçikdir. Qrafik belədir, düzdür? O zaman nə yazıram? Məndən tələb olunsa ki, ax kvadratı üzərinə gəlsin, bx üzərinə gəlsin, c funksiyasının qrafiki bərabərsizliyinin kiçikdir həllərini tap, Baxın bura. Mən A mənfi olacaq. Yox, burada qrafik hazırdır artıq. Qrafik çəkmişik. A mənfidir, qollar aşağı. Mən axı əvvəlcədən dedim şərt budur. Yenidən yazmayın, vaxt itirməyək deyə. Şərt budur, düzdür? Görə bilirsiniz? Bu şərt daxilində funksiyanın qrafiki də budur. Əvvəl sizdən nə istəmişdim burada? Böyükdür, böyük bərabər, böyükdür həlləri istəmişdim. İndi kiçikdir həlləri istəyirəm. Kiçikdir həllər hansı aralıqda qalır? Burada mənfi, düzdür? Burada mənfi. O zaman nə yazırsan? Mənfi sonsuzluqdan araya qədər. x1-ə kimi. x1 daxildir. Bu halda daxil deyil. Birləşir. x2-dən müsbət sonsuzluğa. Düz yazdım. Yaxşı. Birdən bizdən tələb olunsa ki, ax kvadratı üstə gəlsin, bx üstə gəlsin, c-nin sıfırdan kiçik bərabər olması. O zaman yarım interval deməyək də. Onsuz da bunlar hər biri bir yarım intervaldır. İndi oralara sadəcə olaraq qapalı interval olacaq. Yarım intervalın bu sərhədi qapalı olacaq. Bəli, sərhəd nöqtəsi daxil olacaq. Çünki sıfırı alır axı. Bu halı deyiləm, ha uşaqlar. Burada biraz yazılar bir-birinə qarışıb problem yaratmasın sizə. Müsbət sonsuzluq. Artıq biz nəyi təhlil eləmiş olduq? Bax, bu versiyada bütün hər şeyi təhlil eləmiş olduq. Düzdür? Bütün hər şeyi təhlil elədik. Baxın, diskriminantın sıfırdan böyük, A-nın sıfırdan kiçik olduğu hal üçün həm bərabərsizliyin böyük, həm bərabərsizliyin böyük bərabər həllərini götürdük. Düzdür? Yaxşı, indi diskriminantın özünün də sıfırdan böyük. Burada baxın, böyük bərabər həlləri həmişə alar da, elə deyil. Sıfır almır, almasın. Bu bərabərsizlik üçün problem yaratmır. Təşəkkür ediniz nə dedim? Sıfır almırsa almasın diskriminant.
Sıfırdan böyük olsun. Sıfır alanda ne olur? Toxunurdu, bir kök olurdu da, düzdür? İndi onlar da fərqlənəcək. Məsələn, ciddi böyükdür, sıfırdır. Onları indi demişkən fərqini deyim, sonra burada qeyd edirəm. Məsələn, bizə Şəmistan belə bir şey versən. Desə ki, x kvadratı üstə ax kvadratı üstə gəlsin bx görünür, bura aşağı. Üzərinə gəlsin c böyükdür 0. Bax, bu bərabərsizliyin sonsuz sayda həlli varsa, daha doğrusu desək ki, bu bərabərsizlik daim doğrudur. Sonsuz sayda həlli. Daim doğrudur. Daim doğrusu az sıra fərqli. Yəni mənfi sonsuzluq, müsbət sonsuzluq aralığında bu həmişə doğrudur. Nə verirsən ver, bu sıfırdan böyükdür. Düzdür? O zaman bunun üçün şərt nə olacaq? A böyükdür 0, D böyükdür 0. Düzdür? Nə verirsən ver, nə verirsən ver. Sıfırdan böyükdür, düzdür? Nə bildik? Yaxşı. Burada D böyük bərabər də 0 yaza bilərəm. D-ni sıfırdan böyük bərabər yazıram. Ola bilər elə şey? Məncə xeyr. Ha? Ola bilməz. Ola bilməz. Fikirlərimiz arasında ziddiyyət olmasına diqqət edək. Diskriminant sıfıra bərabər olsa bu gəlib sıfırı alacaq. Sıfırı aldığın nöqtəni və qoya bilməzsən. Düzdür? Ona görə də bunun üçün şərt budur. O zaman sən bunun üçün şərti belə yaza bilərsən ki, əgər yazsan ax kvadratı üzərinə gəlsin, bx üzərinə gəlsin, c böyük bərabər 0, bu zaman a-nın sıfırdan böyük olduğu halda diskriminant sıfırdan böyük və sıfıra bərabər olsa, ya buna toxunsa, bu qalxan, üzü yuxarı qalxan da, ya buna toxunsa, ya da yuxarıdan keçsə, düzdür? Hamısı ödənəcək. Yəni bizdən tələb olunacaq nə? Böyük bərabər həllər mütləq qollar yuxarı olmalıdır. Bu bütün ədəd oxunda doğrudur. Mənfi sonsuzluq, müsbət sonsuzluq ədəd oxunda doğrudur. Düzdür? Bütün həqiqət ədədlər bunu ödür. O zaman A-nı sıfırdan böyük götürdüm, diskriminantı da sıfırdan böyük götürməliyim. Birdən böyük bərabər götürməliyim. Birdən diskriminantı sıfırdan böyük götürsəm nə baş verəcək? Ha? Sıfırdan böyük olacaq. Nə baş verəcək orada? Mənim də deyə bilərsiniz. Bunun həlləri. Dostlar, burada ciddi bir səhvə yol verildik. Bayaqdan kiçik düşünüb böyük yazırıq. Diskriminant kiçik olsun ki, bunun kökü olmasın da. Elə deyil. Diskriminant kiçik olsun ki, bunun kökü olmasın. Burada diskriminant kiçikdə olmalıdır. Bərabər də olsa problem deyil. Başa düşdünüz? Diqqət edin. Çox diqqət edək bura. Burada bir fikir yanlışlığı olmasın. Bunlar başqa şeydir. Yəni burada hər şeyi izah eləmişəm. Nə, necə olur. O tərəfə gedib qarışdırmayaq. Burada A sıfırdan böyükdür. A sıfırdan böyükdür. Diskriminant sıfırdan kiçikdir. Kiçikdir ki, kök yoxdur. Qrafik belədir. Belədir, tutaq ki. Bir də deyir ki, sənin funksiya sıfırı da ala bilər. O zaman burada toxuna da bilər. Başa amma nəzərə alın, heç vaxt kök olmayacaq. Bir də kök olacaq, həmin kök bunu sıfıra çevirəcək, düzdür? Yəni bir kök olacaq. Bundan düşə bilməz, düşsə mənfi qiymət alacaq. Əsas məsələ nədir? Biz bunlar arasındakı əlaqəni bilək. Bütün variantları izah eləyək, əzbərləyək deyə bir şey yoxdur. Bunları necə təhlil edək? O tərəfi silə bilərəm. O tərəfi silim, təhlilin buradan yazım. Az qala diqqətsizlik edirdi ya. Orada ola bilər insanlıqda böyük deyirəm, böyük düşünüb kiçik yazıram və yaxud kiçik düşünüb böyük yazıram. Orada özünüz də bir fərqində olmalısınız ki, müəllim deyir ki, diskriminant sıfırdan böyükdür. Diskriminant sıfırdan böyük olsa, A-nın da sıfırdan böyük olduğu hal, baxın uşaqlar, necədir? Belə. Bu necə daim müsbət olsun ki, bunun mənfi yerləri var. Təşkil edildiniz nə dedim? Burada sən hökmən daim müsbət istəyirsə, belə halı təsəvvür eləməlisən. Daim müsbət, sıfır yox. Sıfır və müsbət deyirsə, belə halı təsvir eləməlisən. Bu, diskriminantın sıfırdan kiçik, A-nın sıfırdan böyük olduğu haldır. Bu toxunan hal isə diskriminantın sıfırdan kiçik,
bərabər A-nın isə sıfırdan böyük olduğu haldır. Anlaya bilərik inşallah. Bu cür olan versiyaların hamısını belə təhlil edə bilərik. İnşallah tək-tək təhlilə ehtiyac yoxdur məncə. Ümumi şəkildə bunu anladınız. Yaxşı, gəlin baxaq görək. Bir dənə də görün mənə təhlilimiz nəticə verib, belə bir şey yazıram burada. Bunları izah edəcəm inşallah. Bunun digər formalarında izah edəcəm. Amma bunların bir dənə görün başa düşdüksə, üstündən keçək. Yazıram belə bir şey. A, x kvadratı, üzərinə gəlsin b, x, üzərinə gəlsin c, düzdür? Ciddi böyük 0. Görə bilirsiniz? Bizə deyir ki, A-nın və D-nin hansı şərtində, yəni hansı şərt daxilində bu kvadratik funksiyanın, bu kvadrat bərabərsizliyin həlli yoxdur. Bayağı demişdik, sonsuz adiyarlı var, indi yoxdur. Həlli yoxdur. Diskriminant da müsbətdir, A da müsbətdir. Biraz fikirləşəmsən. Yox, diskriminant müsbətdir, A mənfi. Yaxşı, mən təsvir edirəm. Sizin dediklərinizi təsvir etsəm, ziddiyyət görərsiniz. Diskriminant müsbət, A mənfi. İndi, diskriminant da müsbət, A da müsbət. Bu necə ola bilir? Bunun müsbət yerlərdə var, mənfi yerlərdə var. Bunun mənfi yerlərdə var, müsbət yerlərdə var. Düzdür? Demək, burada ziddiyyət yarandı. Bizdən əslində bunun həlləri nə olmalıydı? Bunun həlləri olmalıydı həmişə böyüklər, düzdür? Həmişə böyüklər də nədir? Diskriminantın sıfırdan böyük, düzdür? Başlayın. Diskriminantın sıfırdan kiçik, A-nın sıfırdan böyük olduğu halda. Burada A diskriminant yerlərini dəyişəndə beydə avtomatik onu dəyişirik. Diqqətli olmaq lazımdır. Diskriminant sıfırdan kiçikdir ki, kök yoxdur. X oxu ilə təmas yoxdur. Düzdür? Bu X oxudur. Yazmadım da hər dəfə vaxtınız getməsin deyə. Bizdən əslində bu bərabərsizliyin belə olduğu halda həllin olması, daim həllinin olması şərti alınır da bizdə, düzdür? Buranın zəhmət olmasa bağla. Amma bunun xaricində şərt qoymalıyam. Yəni, sənin kvadratik funksiyan özün necə göstərməlidir? Bizə deyir ki, sıfırdan böyük olsun, düzdür? Sən baxmalısan, bax bu hala. Yaxşıdır, yaxşıdır. Qolları aşağıdır, x oxuna aşağıdan toxuna da bilər, düzdür? Toxunsa da problem yaratmır. Çünki bu böyükləri istəyir, bərabərdə istəmir ki. Elə, düz deyirəm? Düz deyirəm, yoxsa yox? Düz deyirəm. Dostlar, y burada x. Mən təhdid edirəm deyə belə, təkid edirəm deyə deməyin. Başa düşürsünüzsə düz deyirəm. Başa düşmürsünüzsə bəlkə səhv deyirəm. Gəlin baxaq. Bitirək bunu. Demək dostlar, nə edərik? Bizdən tələb olunan bu halı görürsünüz. Bu hal. Bu şərt daxilində ödənir. Bunun xaricində şərt qoyaraq. A kiçikdir, 0 olmalıdır. Nə olmalıdır? Diskriminant da kiçikdir və bərabərdir. İnşallah, diskriminant sıfırdan böyük olsa problem olur. Düzdür? Böyle olsa şey olur da, Böyük olsa keçəcək bunu biraz həllər yaranacaq. O da mənfi sonsuzluq, müsbət sonsuzluq yox. Aralıqda olacaq, müəyyən bir intervallar olacaq, problem yazılır. Yaxşı, ardını növbəti dərsdə davam edərik.